Herkese salam, kanalıma ve videoma hoş gəlmisiniz. Yine planda olmayan bir vlogla qarşınızdayım. Nihatla ata güneşliyə gedəcəkdi. Mən də Alparslan üçün çox darıxmışam. Düşündüm ki, mən də gedim. Görək necə alınır, nə olur. Hazırlaşım, yarım saata falan ata yatıb, onu duruxsum, gedək. Dostlar, geyindim. Üzümə heç vurmamışam. Çünki orada çatana ikindinin vaxtı çatacaq. Namazımı qılıb sonra nəsə çəkərəm də, nəsə bir allıqdan, maskaradan falan. Saçma düzəlt. Salam ver də adam kimi. Salam. Aynen, şəkil deli videodur. Bir dənə ki, salam aleykum. Salam aleykum. Yaxşı, bəs genel. Ekrana abone olanlar siz ürəksiz. Həmsə, işte moment. Ekran. Ekran tıklayın. Ekran tıklayın, ekran tıklayın. Oldu bomboş mu? Gəl bunları gözləməyək. Sürəyə gedək. Sən sür gedək. Mən sürə bilmirəm elə. Otur, otur bura gəl. Sürdüm sana. En yemiş elə bil bax. Perfect. Yan buralara baklayıp. Oxşayırıq. Sonra oxşayırıq. Ata gəlir. Ata deyil. Bu uşağın tək dərdi yeməkdir. Bütün yol boyu taksiden düt düt diye bir səs gəlib də, yəni sonradan veziblər ışıq taxdım. Yüklədilər bizim acı qardaş. En çok ben istedim olmam. Ona bak. Ne? Dedin mi? Üzr istə. Yüreğim. Üzr istə. Güzel efendim. Vəhşi çaktım. Yaxşı. Baxım sənə. Birinci sən baxım. Həmişə təmizlikdən niyə çıxartdın? Sən həmişə qəşəngsən. Salam aleykum. Aleyküm selam. Bu da burada. Balam öpüm də səni. Ey, hara qaçırsan? Yanaqlarını yiyeyim. Gəl öpüm. Rəng seçirik dostlar. Sana saçını qar yarıq. Qar yarıq. Saçlı bir qar yarıq. Yox, saçı mən işləməsin. Anda bunu. Görməmisən qızımına tərgiməydi. Anda. Gəl buna sürtək. Hə. Gəl buna sürtək biraz. Ben de bunlar. Adam işte. Sakit, sakit. Ver sütüra. Yox. Neyse biraz qızartdıq dostlar. Niyə bilmirik? Çox bilinmir ki. Çox bilinir. Ne düşünüyor? Yadımdan çıxıb nə verib müəllimə? Niyə? Qulaq asmamısan dərsə? Yadından çıxıb ki, anası tapşırıq verib evə müəllimə, yazmayıb. Ona görə evdə dava ediblər mamanı. Mama deyir ki. Bayağı soyuqdur dostlar. İndi dükana gedirəm. Mama qablar tapşırıb. Bilirsiniz necə qablar, xırda şeylər qoymaqda, naski falan. Dedim onları alım qaydım. Aldım. Eve gedim göstərərəm aldıqlarımı. En sevdiğim. Hazırlıq günləri yadıma düşdü. Bir də iki də vaxt yorulurdum, bezirdim. Gəlib burada otururdum. Burada bir dənə skamyaka var ya orada. Öz-özümə danışırdım, yazırdım. Ne günlərdi be. Necəsiz? Yaxşı olasınız. Gətirin göstərisi. Mən özümə sürtdüyümdən sürtüm. Ya. Ne yox? Mən seçirəm. Sən seçsən. Bu pərdədir, pərdənin üstünə qoymuşam. Hə. Fırtanı ver. Yox, sən seç, mən sürtüm də. Mənə yedim axı. Bu. Bir dənə də bu. Ver. Bir dənə bu, bir dənə bu. Yaxşı. Bir dənə də yox, bundan. Gəl göstərəyim makyajımı, Aydan. Dostum mən Zərlərin aç indi. Gözəlsən. Deməli dostlar, iki dənə belə qabdır. Bunların için təmizlənəcək də, təmizləyib silərik. Biraz toz olub orada, naski qoymağa. Belə, qapağını. Belə. Sonra bir dənə daraqdı özümə. Sarı. Yəni deməkdə iki tərəfli istəmişdi bu.
Deməli dostlar, köhnələri çıxarıblar, ona qəşəng boşalıb, sabahı təzələri gəlir yerinə. Olur əla. Bahs etmə kimsələrə. Hayır. Heç olmaz. Sen işin düşürsen. Deməli dostlar, mikrofonu necədir? Bugün də bu qədər. Yəqin ki, birazdan çarpıntıya baxacağam. Çarpıntı qəşəng idi, yəni ilk bölümü qəşəng idi. Sadəcə biraz çift uyumu olmamış. Məsələn, o qızın həyatda sevgili olduğu oğlanla əsl adını bilmirəm. Bunu bildirik. Çarpıntı kinosuna Onunla dəyişdilər. çəksəydilər, çox gözəl olardı. Məncə bunu nəzərə alacaqlar. Zarafat edirəm, olmayacaqlar təbii ki. Yəni, Alsalar? biraz bilmirəm, olsa çox yaxşı olardı. Əslində mən başda bu problem eləmirdim. Göstərdim. Starlady'ni duy. Duy beni. Ay gerçekten kızdı. Salamlar, universitetə gedirəm yenə. Biraz gecikdim. Müəllimə dedi ki, bir də olmasın, yoxsa buraxmayacağam. Çünki marketdə vaxt itirdim, sıra çox idi. Burada yavaş-yavaş grip olduğumu hiss eləyirdim. Əslində hava isti idi deyə nəyisə geymişdim, amma nə bilim, keçən ildə mən paltar geyinəndə grip olmuşdum. Bu da vacib məlumatım. Bilmirəm, sifətimdən görünür ya yox, özümdə deyiləm. Gül kimi bəzənib çıxırdım evdən. Universitetə çatdım, burnum başladı axmağa. Keçən həftə sivit geyindim, ölürdüm də istidən. Baxdım, havaya isti veriblər. Ona görə dedim ki, də qalın geyinməyim. Bu paltar onsuz da qalındır biraz. Yundur yəni materialı. Mama jaket verirdi, sırf kombinim belə pis görünməsin, belə əlimdə sumka görünməsin deyə forsumdan götürmədim, heç dondum. Hazıram sabaha. Bir də ki, dünən mebellər gəlməliydi, gəlmədi, bugün gəlib. İndiki paltalarımı yığmalıyam, namazlarımı qılmalıyam. Belə. Sarımda saç. Məncə vlog çəkirdim, İkimiz də xəstələnmişik. Belə də göz nəzəri varsa bizdən bir çıxsın canımızdan. Ölürəm mən. Ev istəyirəm, ev istəyirəm. Bu sinəsini darıxmışdı mən. Deyirsən? Ay Allah, bir şey sənə sözüdür. Burada müəllimə ilə baxışıram, deyir ki, sən çox danışırsan, gəl qabağa. Müəllim onu bizə baxır. Gələn dərsən? Yox, bir dəstə. Gələn dəstəyə girinci burası. Tək neynəyəcəm? Tək neynəyəcəm? Bugün yəni ayın 25 Zeynəbin adı gündür. Xaldan soruşdum ki, tort yumuşaqdı, məni aldatdı ki, hə. Arzu tut sonra. Tut ha, hamı soruşur. Bu vlogu başlatdığım gün üstündən neçə gün keçib dəqiq bilmirəm. Yəni yenə ardıcıl vlog deyil də, oradan buradan bir vlogdur. 2 gündür ki, o hər insan həyatında olur, özünü tükənmiş, bezmiş hiss edir, heç nəyə həvəsi olmur. Mən də 2 gündür eləyəm. Grip də oldum, onda təsir oldu. İndi yaxşıyam, şükür. Universitetdən yorulmuşam. İlk əvvəl Bakıda 5 gün idi dərslər, indi 4 günə indirdilər, sevindik əslində. Amma 5 gün olanda həftəyə bir dəfə 3 dərs düşürdü. Qalan günlər 2 dərs olurdu. Onu yenə də beynimiz biraz götürürdü. İndi amma 4 gün olandan bəri həftənin 3 günü 3 dərsdir, sadəcə 1 günü 2 dərsdir və çox çətindir də. Yəni mən anlamıram. Bir dərs 45 dəqiqə olsaydı nə olardı ki? Onsuz da 90-ı bizim beynimiz götürmürdü 90 dəqiqəni. Dayanmadan danışırlar yəni. Nəsə çox negativ danışdım bilirəm. İnşallah salamat qutarım bu universiteti. Heç səbrim çatmır artıq, heç asan deyil. Oxumağa da həvəsim yoxdur. Nəysə. Mebellər gəlib onları göstərim. Bilirəm, deyindim biraz. Deyindim deyəndə, yəni acı gerçəklər. Neyim, ancaq toz pəmbə bir həyat göstərə bilmərəm. Olanları danışıram. Demək, geyim şkafı budur. Çox qəşəng gəlib. Düzdür, çox gözlətdilər, çox gec gəldi, amma tam ürəyimizcə oldu. Burada mənim toz pikim var. Bura aksesuarları falan yığmışam hələlik.
ən altda olan hissəsini göstərməyəcəm. Bura belə. Əla, yəni qəşəng. Neçə sadə bilən var? Neçə mürəkkəb olmayan bilən var? 4 mürəkkəb olmayan var. Çok geçen gördüm, beğendim. Güzel bir şey, qəşəng. Neçə mürəkkəb bilən var? Bu son dərs idi. Artıq dayanacaq gücüm qalmamışdı. Yəni həm acıydım, həm çox yorğun. Ama Fransızlar numune gösterdi. Kim gösterdi? Çandra kaçırdı. Çox şükür çatdım. Çox şükür bu həftə də qurtardı. Nəysə dostlar, yəqin ki, yox, böyük ehtimal. Vlogu burada sonlandıracağım. Çünki çox uzun və qarışıq olsun istəmirəm. Kanala abunə olursunuz, yorum atırsınız və videomu bəyənirsiniz.